Her vaxtınız xeyir oldu xanımlar və cənablar, xoş gəlmişsiniz. Necəsiz? Gəl indi bir yerdə 30 il bundan əvvəl necə idi yadımıza salaq və 30 il əvvəlki atmosferaya qayıdaq. Bilirsiniz nəyə görə keçmişə qayıtmaq istəyirəm? Çünki biz tez-tez belə bir sözlər eşidirik. Əvvəllər bilsən necə idi? Əvvəllər başqa cür idi. Əvvəllər. Və mən indi istəyirəm indiki ilə əvvəli müqayisə eləmək. Deməli, əvvəl bütün telefonlara biz Motorola deyirdik. Bütün xarici maşınlar bizim üçün Mercedes idi. Oğlan tanıyıram ki, BMW Mercedes deyir. Yəni ki, yaxınlaşdan soruşsan, qardaş, sabah hansı maşın alacaqsan? İnamarka. Allah sənin canımız sağ eləsin. Bütün hündür maşınlara biz Jeep deyildik. Və indiyə qədər mənə gülməli odur ki, bütün parabolik antenalara biz Krosni deyildik. Bravo. Deməli, yaşlı nəsillərlə söhbət eləyəndə, yaşlı nəsillər bizə deyirlər, oğlum, sən keçmişdə yaşamamısan, sən bilmirsən orada necə idi. Bilirəm. Deməli, 11 ay sən zavodda işləyirdin, 12-ci ay gəlsən Pravkomun yanına ki, istirahət eləyəsən. Bəli, siz gedirsiniz bir ay Kislovodskidə istirahət eləməyə. 30 ildir canımı qoysan bu zavodda və 30 ildir dalbadal Kislovodskidə istirahət eləyirsən. Bravo, belə yaşayış olar. Nəyə xoşunuza gəlmir? Oğlan tanıyıram ki, bir ay işləyir, 11 ay bütün dünyanı fırlanır. Deməli, əvvəllər futbol oynamaq üçün ən yaralı yerimizə toxunaq. Futbol oynamaq üçün 4 dənə güclü oğlan tapmalıydı məhəllədə. 4 dənə kubiki qaldırsınlar, ikisini ora atsınlar, ikisini bura. Və artıq ikinci dəqiqədə dava gedirdi. Top qapının içindən keçib yoxsa üstündən? İçindən yoxsa üstündən? Sual yaranır. Hansı qapıdan söhbət gedir? Harada burada qapı görürsünüz? 2 dənə kubik buradadır, 2 dənə kubik buradadır. Vəssalam, hamı dava eləyirdi, top qapının üstündən keçib, ya içindən keçib. İndi şükür Allah, hər məhəlləmizdə demək olar ki, futbol meydançalarımız var, projektorlarımız var, qazon qapılarımız var orada. Biz millimizi qınıyırıq, onlar futbol oynaya bilmirlər. Ay qardaş, kubik erasından çıxıblar da, görmürlər qapı haradadır, elə vırırlar. Neyniyəsən? Biləm əvvəllər necə idi? Əvvəllər bütün məhəllələr yadımızda olar ki, bütün məhəllələrdən qışqırıqlar gəlirdi. Pis başa düşməyin. Yəni ki, gəlin başa salın da. Pəncərədən açırdılar. Arif evə gələndə çörək al. Arif evə gələndə göyərtə al. Arif saat 8-də niyə qalxmamısan? Arif. Hamı qışqırırdı məhəllədə. Məhəlləyə girirdin, qorxurdun. İndi şükür Allah'a telefonumuz var. Bütün informasiyanı biz telefonla ödeyirik. Yəni ki, Ruslar demişkən, telefon indiki dövrdə atmaskadır. Yəni ki, məclisdə oturmuşsan və artıq qırılmaq istəyirsən. Niyə inirsən? Yandırırsan aktörlüğü. Nətər? Söhbətdir. 2 dəqiqə orada, problem yoxdur. Oldu, 2 dəqiqə oradayım, bırak. Davay. Məclisdən üzr istəyirsən və gelirsən işlərimin dalınca. Telefona mənə elə gəlir ki, alqışlamaq olar. Facebook'u mən qınıyıram. Mən inanıram ki, gələcək mövzularımda Facebook olacaq. Amma ki, Facebook'un doğrudan da öz plusları var. Yəni ki, olur ki, pəncərəni açırlar və deyirlər, Arif, evə gələndə 2 dənə çörək al, 1 kilo pomidor al, 10 dənə yumurta al. Və bütün məhəllə bilir ki, mənim evimdə pomidor yumurta olacaq. Dəyişilməmiş bir fakt var. Yəni ki, indi heç kəs bilmirsən nə almalısan, amma hamı Facebook'un qarşısında oturur. Arif bugün nə yiyəcək? Mən də kişi gəlirəm evə, pomidor yumurtanın şəklini çəkirəm. Qoyuram onu kontakta, Instagram'a, Facebook'a və yazıram. Pomidor yumurta time. Lülə kebab time. Oğlan tanıyıram ki, yazır hamam time. Qardaş, nə oyun çıxardırsan? Doğrudan mən fəxr eləyirəm ki, mən indiki dövrdə yaşayıram. Yəni ki, əvvəllər qızla tanış olmaq mümkün deyildi. Doğrudan da mümkün deyildi. Yəni ki, sənə qız xoşuna gəlirsə, sən onun dalınca düşməlisən. Sən düşürsən onun dalınca, o girir metro gəncliyə, sən də gəlsən dalınca. Və siz dəlişi gedirsiniz. Nərimanov, Ulduz, Neftçilərə qədər. Keçmişdə Neftçilər son idi. Başqa həyat yox idi orada. Neftçilər son stayankamız idi. Düşürdün qızın dalınca, o girirdi məhəlləyə və sən məhəlləyə girə bilməzdin. Orada oğlanlar durub təsbih ilə, qardaş, başı ağrıtma, get işinlə məşğul ol. Nəyi hoşunuza gəlmir indi? Mənə gəlir ki, Azərbaycanda qızların adı 2 yerə bölünür. Nigar, bir də Leyla. Demək olar ki, hamısının adı Nigar, Leyla. Nəyi hoşunuza gəlmir indi? Girirsən Facebook'a, yazırsan Nigar. 92 dənə Nigar çıxır. Tələsməyək, profilini yoxlamaq lazım. Girirsən profilinə, yaşadığı yer, biləcəri, yox ola. Blok, silmək. İkinci Nigar,
Salam xanım, sizlə tanış olmaq olar? Yox. Millətin olsun, elə 90 dənə yigar var orada. Oğlanlara demək istəyirəm, məni indi izləyən oğlanlar. Yəni ki, artıq 7-ci, 8-ci məsəl üçün Leyla sizə hə deməlidir. Artıq 90 dənə Leyla sizə yox deyirsə, deməli problem burada deyil. Problem sizin profilinizdədir. Şəklinizi dəyişdirin. Brad Pitt'in şəklini qoyun və hamını güldürün. Mənim əziz müasir dostlarım, Azərbaycan müstəqillik qazanan gündən daima inkişafdadır. Azərbaycan gündən-günə inkişaf edir və Azərbaycanın indiki gələcəyi biz gənclərdən asılıdır. Biz keçmişi unutmuruq, gələcəyə inanırıq. Sizin qarşınızda çıxış eləyirdi. Müasir Azərbaycan gənci Arif Abbasov xüsusi olaraq Kamicaz üçün.